Salam, hər vaxtınız xeyir, hörmətli səhifəçilərim. Bugünkü bizim mövzumuz Bakıya alternativ olan şəhərlərlə bağlıdır. Bununla bağlı mən müsahibə vermişəm. Yəni Bakinski Raboçi qəzetinə və həmin qəzetdə də geniş müsahibə veriləcək. Bundan əlavə olaraq bu çıxışı sizin diqqətinizə çatdırmaq istəyirəm. Yəni Prezident İlham Əliyevin çıxışına diqqət yetirək. Bakıdan gəlirlər, Naxçıvandan gəlirlər, başqa yerlərdən gəlirlər. Xankəndi və Ağdam azad edilmiş bölgələrin əsas şəhərləri olacaq. Azərbaycan orada şərait olmalıdır. Bakıdakı kimi olmasa da, amma heç olmasa Bakıya yaxın olan şərait olmalıdır. Cənab Prezidentin qeyd etdiyi bu çıxışın səbəbi nədən ibarətdir? Yəni iqtisadi tərəfini mən sizlərin diqqətinizə çatdırmaq istəyirəm. Yəni Bakıya alternativ olaraq, yəni şəhər baxımından ən münasib şəhər Xankəndidir və Ağdam rayonudur. Gələcəkdə mən deyərdim ki, yaxın gələcəkdə Bakıya rəqabətdə heç də uduzmayan bir şəhər əgər mövcud olarsa, mütləq şəkildə bunların içində bir Ağdam rayonu və Xankəndi şəhərini qeyd etmək olar. Səbəb nədir? Qeyd edim ki, həmən bölgədə quruculuq işləri davam edir və iqtisadi baxımından həmən yəni ərazilərdə həm dünya baxımından, yəni dünyaya sübut olunmaz ki, yəni bu ərazilər baxmayaraq ki, neçə ildir işğalda idi, indiki zamanda daha şərait yaradılıb ki, insanların orada işlənməsinə, yeni iş yerlərinin açılması, bundan əlavə olaraq turistik baxımından və s. Yəni bölgə baxımından ora investisiyalar yatırılır. Bu o deməkdir ki, yaxın gələcəkdə Bakıya tam rəqib olmasa da, amma mütləq şəkildə ikinci bir region, bölgə Qarabağ bölgəsi olacaq və orada iki xüsusi çəkdiyim Xankəndi və Prezident də gördüyünüz kimi vurğuladığı kimi Xankəndi şəhəri və Ağdam rayonu olacaq. Bununla bağlı daha geniş açıqlamamı isə Bakinski Raboçi qəzetinə 5-ci gün buraxılışında oxuya bilərsiniz. Diqqətinizə görə təşəkkür edirəm.